danışa bilirsinizmi ki, elə bunu başımıza çıxartdı bunların bəzilərini. Şəbnəm, buradan ona da o günlər dedim. Dedim, sən elədin bunun hamısını. Söhbət uddun. Ev yoxdur. Götürdün sən, bizim başımıza çıxartdın sən. Onlar da çaşdılar, elə bildilər ki, mən Şəbnəməm bunlara. Da bilmir, mən bunu cır-mıncır tayıraram. Bağışlayın ifadəmə görə biraz əsəbləşdim. Verilişimin formatı da əslində bu sərbəst mövzuda olan bir verilişdir. Ona görə mən bəzi, məsələn, kanallarda açmıram bu verilişi. Həmən verilişimi bağlayarlar. Kəramətimə bələdəm. Ona görə mən sosial platformada, amma qanunları əldə rəhbər tutaraq, bəli, burada da çərçivədən kənara çıxmayaraq, burada yəni mən gedib efirdə veriliş açsam, orada bu şeylər deyə bilmərəm, amma sosial şəbəkədə icazə var. Təhqir olmaz. Sadəcə olaraq biraz bunlara el arasında loro dildə danışıram, belə deyək də, yəni. Bax, belə. Bir də deyim, nəyi eşitmədin? Kim udmuşam məhkəmədə? Mustafayevdir, familiyası bilmirəm. Mustafayev Nicat, yaxında biləcək.